Yeməyibsən qaz ətin, bilməzsən ləzzətin. Amma bu qaz əti deyil, kəlləpaça plovudur. Kəlləpaça çox istəyənlər hardasız? Sizə kəlləpaçadan yeni bir dad gətirmişəm. Kəlləpaçanın üstünə su töküb, ona duz, sarıçök, soğan artırıb, qoyuruq 5 saat yaxşı bişib və kəlləpaçanın əti sümükdən ayrılar. Azadca kəlləpaçanın suyundan saxlayın ki, plovumuzun üstünə verəndə ehtiyacımız olacaq. Kəlləpaçamız ki 5 saatdan sonra pişdi, onu sudan ayırıb qoyuruq qırağa. Dücünü eləyə bilərsiniz burada, daşmada qoyasınız və süzəsiz də. Amma yadınızda saxlayın ki, kəlləpaçanın plovunun dücüsü gərək biraz diri ola. Dücü diri olmasa, kəlləpaçanın buxarı dücünü əzər və xəmirlədər. Tavaya sarı yağı artırıb və öz səliqənizdə kəlləpaçanı düzüb eləyə bilərsiniz burada. Qatıqdan istifadə eləyəsiniz, amma mən bollu zəfəran tökdüm və dücünü tökdüm kəlləpaçanın üstünə və birazca da kəlləpaçanın suyundan töküb zəfəranı tökdüm, qoydum 1 saat dəm ala. Yadından çıxmamış bu paylaşmanın ürəklərin yandır və göndər getsin öz dostuna. Ola bilər siz də mənə tay kəlləpaça xoşlamayasınız, amma sizə söz verirəm, kəlləpaçanın plovunun dadı ayrı bir şeydir. Əziz dostum, mən Rüqəyyəm, iftixarla Türkəm. Bura bizim bağ evimizdir. Bağ evimizin kliplərinin baxmağına dəyər. Bağ evimizdə dədə-baba yeməklərini bişirib və gözəl hisslər yaşadıram sizlə. Səhifəmə bir baş vur, heç peşman olmazsan.